Bismillahirrahmanirrahim. Deməli, ateistlər belə sual verirlər ki, Qur'anda Allahın gücünün hər şeyə çatdığı, qadir olduğu, qüdrətli olduğu deyilibdir. Bəs Allah qaldıra bilmədiyi bir daşı yarada bilərmi? İndi biz öz məntiqimizlə belə bir cavab hazırlamışıq bunun üçün. Birincisi ki, sən əgər Allahın varlığına inanmırsansa, yəni Allah qaldıra bilmədiyi daş yarada bilərmi deyərək özünü biabır eləmə. Çünki varlığına inanmadığın bir şey üçün, yəni nə üçün özünü zəhmətə salıb sual verirsən? Ancaq indi özümüz bilək, Allah qaldıra bilmədiyi daş yarada bilərmi? Birincisi, Allahın hər şeyə qüdrəti çatır. Amma Allah acizliylə vəsf edilməz. Və həmçinin yaratdığı bir şeyə gücünün çatmaması Allahın qüdrətinə sərhəd qoymaqdır. Amma Allahın qüdrəti sonsuzdur və Allah aciz deyil. Belə ki, bir şeyi yaratdı, buna gücünün çatmayacağı mümkün oldusa, artıq o acizləşmiş oldu. Halbuki Allah vacibəl vücuddur, daşın olması, yerində qalması, varlığı belə, qaldırıb yendirməyin özünün olması belə Allahın varlığına ehtiyaclıdırlar. Yəni, yaratdığı bir şeyin Allaha qalib gəlməsi mümkün deyil. Qaldırmaq və endirmək yaranmışlar arasında bir-birinin əksi olan iki nisbi vəziyyətdir. Və qaldırmaq və endirməyin özü Allahı aciz qoymaq qüdrətində deyirlər. Və yaranmışın Allaha gücünün çatması da heç cür mümkün deyil. Çünki onda Allah qüdrətdən düşmüş və nöqsanlı olar. Amma Allah bundan pakdır, münəzzəhdir. Subhanə Rabbikə Rabbil İzzəti əmmə yəsifun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah müşriklərin ona aid etdikləri sıfatlardan pakdır, münəzzəhdir.